44 günlük vətən müharibəsində ağır yaralanan qazilərimizdən biri olan Orucov Samir Surxayoğlu üzləşdiyi sosial problemlərlə bağlı media vasitəsilə aidiyyətli qurumlara müraciət edib. Qazinin sözlərinə görə uzun müddətdir mənzil problemi ilə üz-üzə qalsa da, müraciətlərinə baxmayaraq məsələ hələ də öz həllini tapmayıb. Samir Orucov bildirir ki, Gəncə şəhər icra hakimiyyətinə etdiyi müraciət zamanı ona "biz ev verən deyilik" cavabı verilib. Digər tərəfdən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən isə mənzillərin növbəlilik prinsipi əsasında təqdim edildiyi bildirilir. Qazi hesab edir ki, müxtəlif dövlət qurumları arasında məsuliyyətin bir-birinin üzərinə atılması onun probleminin həllini gecikdirir. O, sosial vəziyyətinin nəzərə alınmasını və mənzil məsələsinə həssas yanaşılmasını xahiş edir. Samir Orucovun iddiasına görə, mənzil təminatı ilə bağlı çətinlik yaşandığı bildirilsə də, Gəncə şəhərində ipoteka mexanizmi ilə yeni tikilmiş binaların satışında yerli icra strukturlarının müəyyən rol oynadığı barədə məlumatlar dolaşır. Bu iddiaların nə dərəcədə həqiqəti əks etdirdiyi ilə bağlı aidiyyətli qurumların rəsmi mövqeyi maraq doğurur. Məsələ ilə bağlı Gəncə şəhər icra hakimiyyətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və digər aidiyyətli qurumların mövqeyini dərc etməyə hazırıq. Unutmayaq ki, vətən uğrunda sağlamlığını itirən qazilərimizin sosial problemlərinin operativ və şəffaf şəkildə həlli cəmiyyətin həssas yanaşdığı məsələlərdən biridir. Mən Orucov Samir Surxayoğlu. Sizin probleminiz nə ilə bağlıdır Samir bəy? Müəllim, sənin qadınım belə başarılı olmasın, heç kimi bilmir. Biz döyüşə gedəndə Allah şahiddir ki, güllə yağış kimi yağırdı. Biz qaça gedirdik. Yəni o qədər ruh yüksəkliyi var idi bizdə. Yəni getdik, gedəndə Allah rəhmət eləsin cəmi şəhidlərimizə. Mən çox qardaşlar. Sadəcə olaraq bilsiz nətərdir vəziyyət. Vəziyyət odur ki, mən özüm birinci qrup qaziyəm. Başımın demək olar ki, 75%-ni platin təşkil edir, 32 dənə samarez var. Burada şəkillər var, baxa bilərsiniz. Mən bir evladım, anamla qalmışam onun bunun evində. Bax, onun bunun evində qalmışam. Bu evə də haradasa bir 20 gün zad olar ki, bura keçmişəm, sağ olsunlar. Bizim bir qohum var idi. Yaşadığınız yer sizin deyildir. Xeyr. Mən, yəni, belə pis çıxmasın, ne sözüm, yəni, adım ilk dəftərində də yoxdur mənim. İndi də, yəni, dəfələrlə icra başçısına müraciət eləmişəm. Yəni, bilirsiniz də vəziyyəti. Yəni, gəlib görürsünüz. Mən elə onun, bu 3-cü evdə dəyişirəm. Bu, axırıncı qaldığım evdə də ki... Belə başa düşdüm ki, siz birinci qrup qazi olaraq bu günə qədər evsiz, eşsiz qalmışsınız və yaxınlarınızın, digər humanist siyasət göstərən vətəndaşların verdiyi yerlərdə müvəqqəti yaşaya-yaşaya yerlər dəyişirsiniz. Sağ olsunlar. Yaxşı ki, bu insanlarımız da... Hal-hazırda sosial durumunuzda problem var, yoxsa səhhətinizlə bağlı ciddi probleminiz var? Bilirsiniz, məsələ nədir? Mən onsuz mənə elə bir ömrüm qalmayıb, bundan barışmaq lazımdır. Sadəcə pismə gəlir, belə pis oluram. Acına təhliyə düşən ki, mən pismə gəlir, ağlayıram, yəni bir söz var, deyir ki, ağlamaz, amma elə deyil, valla. Bilirsiniz, mən canlı şəhidəm, yəni mən yaşamağım onsuz da, yəni əvvəldən elə pis yaralanmışam, şəhid olub deyiblər. 14-16 gün komada olmuşam. 14 gün mü, 16 gün mü? Komadan, 14 gün komadan sonra ayrılmışsınız. 14 gündən onu özümdə olmamışam, bilmirəm. Yəni deməklərini deyirəm. 14 gündən mi sonra, 16 gündən mi sonra ayrılmışam komadan. Yəni bilirsiniz, vəziyyət belədir ki, mən yəni əziyyət çəkirəm. Konkret yəni əziyyət çəkirəm. Bizi cənab prezidentimizlə üz-üzə qoyurlar. Bizi Mehriban xanımla üz-üzə qoyurlar. Mən müraciət edirəm yazılı qaydada. İndi orada düşübdür, var da, bu dəqiqə kompüter sistemidir. Mənə deyirlər ki, növbəli şəklində gələcəkdir. Eviniz veriləcək. Üzr istəyirəm, mən çox çətinliklər yaşayıram. Yəni, yaşamışam. Yəni, belə pis çıxmasın. Elə ölüb getmək bundan yaxşı idi. Başa düşdünüz mənə deyirəm. Yəni, belə yaşayışdan o yaxşı idi. Məsələ də budur, müəllim. Bax, belə çətinçilik. Mən müraciət eləmişəm dəfələrlə, bəlkə bir 100 dəfə
müraciət yazmışam, qanuni yolla, qanuni çeyinlə müraciət yazmışam, heç bir müsbət cavab yoxdur. Nə mənfisinə, nə müsbətinə sizə cavab verilmir. Yəni verilən cavabda müəllim, verilən cavabda müraciətiniz əsasən nə ilə bağlıdır? Müraciətimiz, yəni mən deyirəm, bəlkə mən yalan danışıram. Gəlin işıqlandırın, görün mən nə vəziyyətdə yaşayıram. Komissiya ayırım. Mən üzr istəyirəm. Hər gün mən daha ayıqda olmasın, mən ayaq yolum filan, mən çox çətinlik çəkirəm. Mən şəraitimə baxın, elə taxta ilə düzəlmiş ayaq yoludur. Başa düşdünüzmü nə deyirəm? Orada mən yıxıla bilərəm. Burada ayaq yolsa, taxta ilə düzəlsə də belə, burada sizin özünüzə məxsus deyil. Xeyr, mən bu artıq həyatda gecə qondu. Artıq bu 3-cü evdir ki, 3-cü, 4-cü evdir ki, mən bunu dəyişirəm. Sağ olsunlar. Axırıncı dəfə qaldığım evdə çox qalmışam. Onlar da Rusiyadaydı. Allahın düzü də təmiz deyirəm. Onlar yəni sağ olsunlar. Məndən yəni maddiyyat zatı götürmürdülər. Gərək təmiz danışasan. Hörmət yəni. Rusiyada yaşadıkları üçün ev boş idi də, şərait yaratdılar, qaldıq. Amma son vaxtlar çıxıb gəldilər deyə yenə də sağ olsunlar. Gözlədilər, dedilər olmasa o ev 3 otaqlı idi. Dedilər olmasa bir otağında sən qalarsan, 2 otağında biz. Da üzr istəyirəm, külfət, uşaq, anam. Mən də məcburiyyətdən elə buranı tapdım, bir 20-25 gün dolar bura gəlmişəm. Ananız, yoldaşınız və uşağınız 4 nəfər ailə üzvünüz var. Bəli, müəllim, bəli. Hal-hazırda sizin probleminiz evlə bağlıdır ki, sığınacağınız yoxdur, evsizsiniz. Mənim sığınacağım yoxdur. Etdiyiniz müraciətdə də sizə növbəli şəkildə evin veriləcəyi deyilir. Bəli, bildirilib. Bayaq sənədlərdə göstərdiniz, dediniz ki, hələ Gəncə zonasında qazilərə evin verilməsi ilə bağlı hər hansı bir planları da yoxdur. Bəli, bəli. Yəni ev verilməsi hələ siyahıda yoxdur. Bilirsiniz, məsələ budur ki, əvvəl 2025-ə demişdilər. Cənab Prezidentimizin bunları bilmir. Düz deyə sağ olsun. Yəni bizim prezident tək bir iki ölkədə yox, bütün dünya 44 gündən danışır. Azərbaycanın 44 günündən danışır. Amma təəssüflər olsun ki, Cənab Prezidentimizlə bizi üz-üzə qoyurlar. Mən o insanda mən günah görmürəm. O insan bilsə, yəni kömək istəyirəm ondan, imdad diləyirəm. Yəni özüm bir tərəfim iflisdir. Yəni xəstəxanalara gedib gəlirəm, paralel beynimə görə müalicə alıram, iynə dərmanla. Bir kursumda mənim müalicəm eləyir, iynədə belə aldığım pul iynə dərmanıma gedir. Sağ olsun, dövlət mənə pul verir, qəşəng də pul verir. Yəni amma çatdıra bilmirəm. Yəni çox çətinçiliyimdir. Başa düşdünüzmü nəfər? Yəni dərmanlarınız və övladınızın, ailənizin qidasını pensiyanızla təmin edirsiniz. Bəli, bəli. Yəni nə kirayə tutmağa pulunuz çatır, nə də ki bəli, yox, heç kirayə müəllim, kirayə mən heç bir həftə də qalanmıram, qadınam. Başa düşdünüzmü nəfəri? Əsas istəyiniz nədir sizin? Müəllim, qadınam, mən əsas onsuz 6 ildir bizi süründürürlər. İcra başçısının qəbullarında olmuşam. Ondan sonra İcra başçısı qəbuluna girə bilmirsiniz? Ya qəbul eləmirsiniz necə? Xeyr, demək olar ki, konkret qəbul eləmir. Mən bir dəfə də müraciət eləmişəm. Deyir, icra başçısı ev verən şəxsdir. Mən yolunu göstərdilər ki, mən müraciət elədim. Dedi, yazılı qaydada müraciət eləyin. Mən də yazılı qaydada... Hakimiyyətinə sizə dedilər ki, yazılı poçtdan yazılı məktub. Yazılı qaydada müraciət edeyim, mən ev verən şəxs deyiləm. Mən də bunlar dediyi qaydada elədim, yazdım, göndərdim. Oradan da mənə gəldi ki, cavab gəldi ki, müəllim. Cavab gəldi, məktub açdım, elə bir sevinmişdim ki, güya nəsə var, şad xəbər var. Açıb oxuyanda görürəm, mən yazıblar ki, növbəli şəkildə veriləcək. Mən özüm Allah haqqı, balamın canı üçün 14-16 gün komada olmuşam. Biz döyüşə girəndə, güllə yağış kimi yağırdı, biz qaça-qaça gedirdik. Getdik, postun birini aldıq, hər nəysə, şükür Allaha aldıq. Keçdik növbəti posta. Döyüş tapşırığımız onu arxa qrupa verib, növbəti döyüşə keçmək. Mənzil tələb edərkən Sosial Müdafiə Nazirinə dediniz, müraciət eləmisiniz. Daha sonra Gəncə şəhər icra başçısına müraciət eləmisiniz. Mən bəlkə bir 100 dəfə müraciət eləmişəm.
hələ bir dəfə də yadımdan çıxıb bir neçə il bundan əvvəl mənə dedilər ki, Gəncədə evimiz yoxdur. Amma ipoteka ilə bütün dünya görürdü. Kapital Banka girmişdim. Adamın gözünə girirdi. İpoteka ilə ev satırdılar. Gəncədə? Bəli. Bəli, Gəncədə. Bütün dünya görürdü onu. Mən onu gördüm, gəldim özüm təhlikdə nə qədər pismə gəldi, ağladım. Bizi cənab prezidentlə üz-üzə qoyurlar. İndi də mən müraciət edirəm. Dövlətimizin atası, rayonun icra başçısı və ya Sosial Təminat Nazirliyi tərəfindən, Sosial Müdafiə Nazirliyi tərəfindən heç bir diqqət və qayğı yoxdurmu? Mənim xeyr. Yəni diqqətlər, qayğıları odur ki, ancaq deyir, növbəli, mənim də növbəli şəkildə deyir, gözdə növbəli şəkildə eviniz veriləcəkdir də, düzdürmü? Bunu 2025-ə demişdilər. Sonra uzatdılar, cənab prezidentimiz bilmir, nə bilim Allah bilir, Allahdılar, nə dedilər. Cənab prezidentimiz də öz imzasından 2030-a çəkdi. İndi də imdad diləyirəm və ölkəmizin atası, cənab prezidentimiz, Ali Baş Komandanımızdan kömək istəyirəm. Çünki mən Sosial Müdafiə Nazirindən və icra başçımızdan gedib gəlməkdən bezmişəm. İyrənirəm artıq o şeylərin adı gələndə. Ona görə də cənab prezidentimizdən kömək istəyirəm. Mənim heç olmasa belə pis çıxmaz, nə qadınam. Mən heç olmasa bir oğlum var, sabah vətənə xidmət eləyəcək. O da İnşallah yaxşı, ağıllı, vətən sevgisi ilə yaşayan evlatlardan olar. Mənim pisimə gəlir. Mən bir günlük savahlığam. Kimə garanti verib ki, məsəl üçün mən 10 il yaşayacağam. Bunu mən istəyirəm ki, yəni gözüm görə heç olmasa evi versinlər, mən cəhənnəm. Bilim ki, oğlum onun içində yaşayacaqdır. Biz getdik gəncliyimizi, cavanlığımızı, hər şeyimizi... Qanımızın neçə yaşı var? 2 yaşı var qadınım, 2 yaşı var. Efir vasitəsilə kimlərə müraciət etmək istəyirsən? Müəllim qadınam, artıq heç kimlərə müraciət eləmək istəmirəm. Mən bir dənə yalnız cənab prezidentimiz, ölkəmizin atası İlham Əliyevdən kömək istəyirəm, imdad diləyirəm. Bir də Mehriban xanımla. Mehriban xanım hər dəfə çıxışlarında deyir ki, qazilər bizim qardaşımızdır, qazilər mənim qardaşımdır. Amma bizi o insanlarla, o cür insanlarla bizi üz-üzə qoyurlar. Mən də onlardan kömək istəyirəm, işıqlandırsınlar. Mən indiyənə kimi heç bir qurumun, heç bir şeyin yerinə getməmişəm, heç bir arsızlıq eləməmişəm. Ona görə də qalmışam belə çətinçilikdə. Amma görürəm ki, olmur, bilirsiniz. Mən dəfələrlə olub ki, Dərmanzadə çift özünü öldürmək istəmişəm. Başa düşdünüz, mənim başımın parası yoxdur, müəllim. Bax, belə şəkil orada var da. 90% demək olar ki, yoxdur. Mən bilmirəm ki, mən nə vaxt öləcəm. O birisinin zəhmət olmasa verim. Mən bilmirəm ki, mən 5 günə öləcəm, 10 günə öləcəm. Heç olmasa mənim ən azından o evladım bilim ki, sabahların içində qalacaq. Mən onsuz elə bir ömrüm yoxdur. Bununla barışmaq lazımdır, müəllim. Sən qadınam. Yəni, cənab prezidentimizdən, Mehriban xanımla kömək istəyirəm. Çox çarəsizəm. İmkansızam. Yəni aldığım dövlət mənə verdiyi müalicə Allah şahiddir ki, ancaq müalicələrimə gedir. Məvacib tamamilə müalicə verir. Yəni tamamilə müalicələrimə gedir. Yəni tamamilə də bildiyinizmi nə? Hal-hazırda dərmanla yaşayırsınız. Bəli, müəllim, mən uzağı 2 aydan bir 400-500 manatlıq müalicə götürməliyəm. Korteksindir, nə bilim, müəyyən dərmanlardır da. Başıma görə mən müalicə alıram. 2 aydan bir. Mən dərmanla yaşayan adamım. Paralel və fizioterapiya aparırlar, gətirirlər 6 ildə hər gün. Və dövlətimiz sağ olsun, mən Türkiyədə göndərir. Yol pulusu var, dərman pulusu var. Bəli, qadınım, hamısını yığırsınız, əmələ gəlmir. Yəni müalicəniz də öz şəxsi büdcənizdən nə olunur da? Yəni dövlət tərəfindən dövlət tərəfindən müalicəniz verilmir, sığorta tərəfindən verilmir. Yox, müəllim, sığorta tərəfindən olunan mənim masajımdır, məsəl üçün, masajımdır, fizioterapiyamdır mənim dövlət tərəfindəndir. Amma o birisi müalicələrimi mən məsəl üçün yaşam fonunda eləyib 500 manat. Amma mənim ən az olanda 450 manat bir kursumun müalicəsidir, 10 günümün. Bir kursum ən azı, ildə də ən azı bir 6000 zat mən müalicə pul verirəm. Evdə də işləyən, ya gəlir gətirən ikinci bir şəxs yoxdur. Bəli. Az yaşlı uşaqdır,
anadır, bir yoldaşdır, bir də sizsiniz. Bəli, müəllim, bəli. Və bu 4 nəfər ailə üzvü hər biri bu bir pensiyanın üzərində yaşayır. Bununla bağlı ümumiyyətcə məktub formatında və ya şifahi formada rayon rəhbərliyi ilə heç üz-üzə danışmısınızmı? Xeyr, müəllim, o şərait yaratmayıb. Getmişəm görüşməyə, amma o şərait yaranmayıb. Çox peşman çıxıb gəlmişəm. Yenə təkrar xahiş edirəm, bu işıqlandırın. Mənə bir müsəlman kimi, mənə bir Azərbaycanlı kimi Allah köməyiniz olsun, minnətdaram. Cənab prezidentimizə bunu çatdırın. O cənab prezidentimiz mən bilirəm ki, çox şey bilmir. Yəni xahiş edirəm cənab prezidentimizə çatdırın, o cənab prezidentimiz də bilsin ki, onun dəmir yumruğunu dəmir eləyən oğlanlardan da biri mənəm. Bu gün sürünə yaşayıram. Xahiş edirəm mənə tapşırıq versin, evlə təmin eləsinlər.